Bugün neçəsidir? 15 may 2026-cı il. Təxminən bir ay bundan qabaq Time TV yayımladı ki, Hacıbala Abutalibovun kənd sakinləri ilə, yəni Qax rayonu Ağçay kəndində kənd sakinləri ilə mübahisəsi düşüb və kəndi tərk eləmək məcburiyyətində qalıb, hətta deyirlər qovalayıblar, Bakıya gəlibdir. Bu yalan məlumatdır. Qax rayon icra hakimiyyətindən çox istədiyim bir-iki insan var, polisdən, onlarla danışdım, əlaqə saxladım. Hacıbala Abutalibov barədə. Qax rayonu Ağçay kəndinin başında qalır. Bəzi kənd sakinləri deyirlər ki, ha, sağ olsun, oradan çay həmişə dağdan sel gələndə basıb gedirdi, yolu zadı dağıdırdı. Hacıbala Abutalibov düzəldibdi. Yolları düzəldibdi. Yəni o bardiyor qoyub öz sarayını sel aparmasın deyə düzəldibdi. Kənddə abadlıq işi görüb bağçanı düzəltdiribdi. Ha, bir Bakını batırıb, 3,5-4 milyonluq Bakını batırıb, Hacıbala Abutalibov. Heydər Əliyevin zamanına bütün alt yapı, üst yapı hamısını batırıb, bir Bakını batırıb bir Ağçayı mı düzəldəcək kəndi? Abutalibov əvvəllər Bakıda nə edirdi? Gül bayramları eləyirdi elə. Bu il 80 milyon dollarlıq gül aldıq. Bu il 180 milyonluq alacağıq. Braziliya, Argentinanın, nə bilim, antik güllərini gətirəcəyik. Nə bilim, Hacıbala, hələ pis bala. Vərdiş eləmirsən pis əməllərə, verməyə çalışan var, pozğun, 40 ilin pozğununu. Məsələn, Alyonanın nə qədər seyfin içində, orada burada saxlasan da, mütləq o nəsə özünə nəsə yeridəcək. Məsələn, badımcan pişirmək istəyəsən, badımcanı mətbəxdən uğrayıb, özünə yeridəcək. Baxın, Hacıbala Abutalibov 500 dənə gül alıbmış, paketlər, nə bilim nələr, 500. Və bahalı, antik, gətizdirib xaricdən, Bakıdan, oradan, buradan. Və Qax rayonunda Heydər Əliyevin heykəlinin qabağına qoyubdur. Üstəlik, bu problem deyil. İt pox imsiləməyindən əl çəkməz. Bu problem deyil. Vərdişdir bu. Amma və lakin 2 dənə polis qoyublar. Biri heykəlin bu yüzünə, biri də bu yüzünə. Niyə qoyublar? Heykələ aparacaqdılar mı? Yox. Gülləri oğurlayıb aparıb bazarda satmasınlar. Hacıbala Türkmenistan tərəfdən gəldi. Bilirsiniz də dünyada nə qədər cındır varsa, dünyanın o başında nə qədər valik varsa, Alyona kimi, nə o Nadejdadır, nədir o Mehribanın dostu kimi, Petka, dala girən hamısı gələcək Azərbaycana. Görürsən Limonze dünyanı fırlandı, yer tapmadı özünə. Gəldi Bakıya. Vəlizar. Gördünüz Hollandiya kimi deyirdiniz, o Çinlə evlənir. Hollandiyada belə ona qiymət verməndə gəldi Bakıya. İndi qadan alim o boyda külələr şəhərini cırıqlar, valiklər, petkalar şəhər eləyiblər. Başınıza dolan imsin. Mənim gözəl xalqım. Bu Hacıbala Abutalibov Türkmenistandan gəlibdi Azərbaycana. Bu dala girən cındır kimi, oğraş kimi, bir nömrəli suka kimi, qəhi kimi bunu Heydər Əliyev gətirdi. Hacıbala petuqdur. Hələ qarı ilə qızdan görən olmayıb bunu. Bu adam Şəbitdə, əlində də həsa gəzir oralarda. 2 villa qoşa-qoşadı, 16 dənə daşınmaz əmlakı var TCK-da. 10 mindən çox Bakıda evi var. İstanbulun bir küçəsində 16 dənə otel var. Hamısı İlhamla şərikdir. Mən deyim ki, baxın, 80-in 20-yə məsələsini. Ona görə onu qoruyurlar, ona görə ölmür o. Bilirsin, Qax rayonunun insanları qürurlu insanlardır. O vaxtın kişiliyi, məhdliyi daha çox üzərlərində qalıb onların. Kiməsə ağız açan deyirlər. Bu cındır var ha, göt qurduna oxşayan hacı. O nə deyir bilirsin? Mən xırda işlərə yaxın gəlməyin. Kiməsə çörək lazımdır, 50 manatlıq resept pulu lazımdır. Mən xırda para işə gəlməyin yanıma. Mən böyük işlərə görə gəlin yanıma. 5-6 nəfər böyük işlərə görə gedib yanına, heç birinin işini düzəltməyibdi. Yalandan başından rədd eləyibdi. Şəbitdə gəzir, kənd cəmaatı bundan nəsə istəməsin, cırıq Şəbitdə. Bayıl əlində də belə ağac gəzir, hətta bir də mal, hinduşka qovalayır orada. Hamı bilir ki, sən hökumətin sukasısan, suka kimi yerləşdirilibsən Qax rayonuna, o bölgəyə. Hacıbala, Qancurya balası Qancurya. Arada bir heç olmasa o Qax rayonu Ağçay kəndində, heç olmasa get, kişilərin içində otur çayxanalarda. Bir balaca kişilərin abu havası, suyu sənə sıçrasın. Kişi ol, dümbələk. Gah itini itirir, qaxa biyabır olur, itini tapmağa 10.000 dollar verir. Gah Heydər Əliyevin ad günündə Heydər Əliyevin heykəlinin qabağını qaxda güldən bəziyir. Osturan götə tövələtmə yoxdur da, bilirsiniz. Bu Bakıdan vərdiş qalıb bunda. Vərdiş. İndi mən gəlsəm hakimiyyətə, Hacıbala qaçıb getsə məsələn Türkmenistana, indi mən onu tutub gətirib o meşəyə bağlayana qədər Hacıbala orada Heydərin şəklini, balaca büstünü, belə büstü olar da, belə balaca büstünü qoyacaq. Ad günündə onun qabağına gül düzəcək, belə balaca güllər düzəcək. O güllər var, düzmüşdün Qaxın icra hakimiyyət. O gül yoğunluqda, o gül hansı razmerdə güllər idisə. O gülləri yox, o razmerdə şeyi sənin arvadına, qızına, gəlinlərinə yeritməsən mən qabil deyiləm. Yaxşı mı? Pox yiyir. Qax rayonunda Ağçay kəndində Hacıbala Abutalibova salam verənin var yoxunu. Ona hörmət edənin var yoxunu. Ona kişi deyənin var yoxunu. Onu adam yerinə qoyanın var yoxunu itlər o çiletə qoysun. Xaçaturyan o çiletə qoysun. Vəssalam.